necə ola bilər ya? Turala görə ölümə gedən qız indi başqasının yanındadır. Bak gör Tural getdi. Hər dəfə Tural görəndə əlimdən tutmağa ehtiyac yoxdur. Banu, daha inandırıcı olsun deyə deyirəm. Sən neçə dəfə demişəm əlimdən tutma. Onda onu inandırmaq üçün başqa şey fikirləşmək lazımdır. Məncə deyib gülsə bəs eləyəcək. Pərviz, çox sağ ol ki, yanımdasan. Mən bilirəm, mən səni çətin vəziyyətə qoyuram. Amma sən bil ki, buna məcbur deyilsən. Banu, mən öz vəziyyətimdən razıyam. Nə olub az? Nə baxırsan? Görməmsən məni? Siz demişdiniz ki, tek arzunuz var. Nəvə sahibi olmaq. Düz yadımda qalıb. Tutaq ki, demişdim. Görə bildim ki, Siz imkan verdiniz ki, nə çərənləyirsən az? mənə dərman vermişsiniz ki, mənim uşağım ölsün. Yalandır. Düzdür, mən də bir dəfə öz uşağıma qıydım. O da sizə görə oldu. Məndən xoşunuz gəlmir. Mən cəhənnəm. O uşaq sizin qanınızdan idi. Sizin canınızdan idi. Necə qıydınız, hə? Necə elədiniz bunu? Cavab verin də, niyə susmusunuz? Necə qıydınız o uşağa? Niyə? Necə qıydınız o uşağa? Az. Nə alam üstə qışqırırsan? Sən bu evə gətirmişəm ki, barabadın üstə qışqırasan? Sübut elə ki, onu mən öldürmüşəm. Sübut elə. Nə öldürmək? Kimi öldürmüşsün? Mən başımı xarab eləməyin, nə olub burada? Sübut istəyirsiniz? Yaxşı. Bu da sübut. Yaxşı bax. Sənin anan mənim uşağımı öldürüb. Sənin uşağını. İndi də anamı şəhərləyirsən? Niyə inanaq sənə, hə? Bəlkə sən özün eləmsən? Bu dərmanı evdən tapdım. Və öyrəndim ki, mənim uşağım bu dərmana görə ölüb. Siz necə insanlarsınız, ha? Siz necə insanlarsınız? Mən bir dəfə onu ellədim, ikinci dəfə eləyərdim. Sənin anan eləyib deyirəm. And içirəm ki, sənin anan eləyib bunu. O mənə yemək verdi. Nə oldusa o yeməkdən sonra oldu. Mənim sancılarım tutdu o yeməkdən sonra. Az. Sən evdə olmayanda anam məni öldürürdü ki, get arvad uşağını gətir, arvad uşağına sahib ol. Yiyə çıx. İndi mənim anam niyə eləsin ki? Elşad, inanma bu ifritiyə. Ana ilə balanın arasını vurmaq istəyir. Ona görə belə deyir. Bilirsiniz nə var? Bəsdir daha. Bu evə də, bu ailəyə də hər şeyə düşman bir adam var, o da siz. Bildiniz? Siz ana değilsiniz. Vallahi siz ana değilsiniz. Siz ana olsaydınız bunu eləməzdiniz. Siz ana olsaydınız öz kanınızdan, öz canınızdan olan bir
Az. Hava xanım, mənə düzünü de. Az, Hava xanım. Elə bil oğlun ölüb, meyidi yerdədir. Meyidinin üstündən keçirlər. Denən mən öldürməmişəm, məni yerdən qaldır. Az cavab ver. Mən elədim. Bax belə mən elədim. Qız idi, ona görə elədim. Nədir? Sən özünə sığışdırardın qız atası olmağını, hə? Sən mənim qızımı öldürdün. Mənim qızım öləndə mənim anam da öldü. Başa düşdün? Mənim anam ölüb. Yoxdur mənim anam. Eşitdin? Yoxdur anam. İndi bütün miras mənə qalıb, hə? Bəli. Bütün miras sizə qalıb. Amma açıqlamalı olduğum başqa bir məsələ var. Üzr istəyirəm. Bəli, eşidirəm. Oldu. Aha, gəlirəm indi. Çıxıram, gəlirəm. Oldu. Üzr istəyirəm. Məni üzr hesab edin. Mən indi getməliyəm. Məhkəmədən zəng gəlmişdi. Görməli olduğum vacib bir iş var. Bəs nəsə açıqlayacaqsınız axı, o necə olacaq? O məsələ ilə bağlı mən özüm sizdən əlaqə saxlayacağım. Zəng eləyəcəm, görüşüb danışarıq bu barədə. Görürsən, nə deyəcəkdi elə vacib? Dur gedək. Dedən əlaqə saxlayacağım. Dur, gəl. Bu Muradı bilir. Sualları istədiyinə görə 100% universitetdəndir. Mən Muradı itirə bilmərəm. Bir bəssəs odur ki, haqq yerini tapdı. Bibi? Naznaz xanım hələ indi gəlib çıxır. Nə oldu, açıqlandı? Necə olmalıydısa elə də oldu. Bilsəydim deyərdim boş-boşuna əziyyət çəkib gəlməzdim. Şəfa qısadır. Bütün miras mənə qaldı. Ay qızım, fərqi nədir? Siz ki, bacısız. Hər ikimizə qaldı qızım. Xeyr, mənimdir. Atam yaxşı bilir də, bilirdi ki, bütün pullarını altından girib üstündən çıxacaq. Görürsən, atam ağzından çıxan deyirdi. Al apar, hamısı sənin olsun. Dediyin sözlərə görə də utan. Bu hamımızı loxlayıb. Kimin nə sözü var, üzünə desin. Düzülün. Mən heç şey eləməmişəm. Söz eləməyəm də, yanındayam. Söz deyəndə ki, mən... Burnumdan gəlsin. Yekə kişisən, hə? Hamı sənə görə narahat oldu. Ayıb olsun, hə sən? Mən uşaq... Qabra. Mən üzüm... Denən sözü. Utanmırsan? Bir Hə? biraz utanım. Aparırdıq sənə yemək alırdıq. Əynivə paltar alırdıq ki, yazıqdır, bugün sabah öləcək. Budur cavabı. Utanmırsan sən? Bir alacaq. Yazıq ilan vursun səni, öl elə. Bu uşaqlar borca girib sənə telefon aldılar, Nə vaxt? Vicdansız. Sənə görə mən qardaşımla üz-göz olmuşam. Nə abırs adamsan, hə sən? Sən danışma, ata-bala hamısını bilirdi də, mən. Sakit ol. Onun dərsini evdə verəcəm mən. Bu dərsini? Evdə vurmuşam, bəsit.
İndi kimdir? Utanmadın da ha? Bir balaca. Bizi alladıb arxamızca gülürdün ha? Yox, mən... Sən niyə vurmursan ki? Heyf ki təzə manikür eləmişəm. Dırnaqlarım heyfdir. Onun əvəzinə mən vuraram. Ya, əvəzə vurmaq yoxdur, əvəzə vurmaq. Gəl bura, gəl bura. Hamıdan üzr istəyirsən. Hamıdan üzr istəyirəm. Adam kimi hamıdan üzr istəyirsən. Adam kimi hamıdan üzr Ha, eşitmirsən mən? Yox, eşidirəm, eşidirəm. Üzr istəyirəm, uşaqlar, qələt eləmişəm. Yəni, bir də olmayacaq belə bir şey. Sən qədir bilən sənə, qədir bilən olsun, belə eləyərsən, nəsən? Mən... Nüsrət, nə almışıqsa hamısını bir-biri geri qaytarırsan, eşitdin? Özdə qəpiyinə qədər. Kirayə pulum güclə verirəm, mən nətər şey elədim. Ha, dedi qaytaracaqsan, demək qaytaracaqsan da, ha? Şey edəcəm, qaytaracam dəqiqliyinə. Kızım burada ne iniyorsun? Əlindəki kağız nədir? Bəzi mövzuları başa düşməmişdim. Xanım müəllimədən soruşmaya gəldim. Bura dekan otağıdır. Xanım müəllimə kafedrada olur. Onun nə işi var burada? Bayaq bura girdiyini gördüm. Elə bildim buradadır. İnci, kızım yaxşısan? Hə, yaxşıyam. Mən də gedim kafedraya. Get. Allah insafınız olsun da, Allah. Bir yere çörek kesmiş ya, ayıp kömək edin də. Sən ancaq bax belə... Yaxşı, yaxşı. Özüm apararam. Ağıllı ol, ha. Siz? Neyinirsiniz burada? Başa düşmədim, o nə saldı versən, necə yəni neyinirik? Bravo müəllim. Uşaqlar, bilirsiniz nə olub? Səbinə. Ay kız, sən başa düşmüsən, bilib bilmədən danışma. Sən əlini çək. Qadağan olmuş müəllim tələbə sevgisi. Müəllim, mən sizə yaraşdırmadım. Usta, ayıp deyil, sizə yaraşdırmam belə sözləri. Lazım deyil. Sən gic deyirsən, Ajday. Mən?
Daha görürəm ki, bu məsələ uzanır, siz də ağzınıza gələni danışırsınız. Bilin və agah olun. Banu mənim bacımdır. Necə yəni bacınızdır? İndi gördün nə edirdik? Bəs biz də bugünə qədər bilməmişik. Müəllim, bunu gizlətməyin nə mənası var idi ki? Onda belə çıxır ki, Tural sizin bacınız. Səbinə, elə şeylər var ki, sənin gözündən gördüyün kimi olmur. Məsələn, bugün sən gözlərindən başqa şey gördün. Qulaqlarındansa başqa şey eşitdin. Üstad da mənim. Qarışqanı fil eləməkdə oje fil də bezir. Müəllim, bağışlayın məni. Bağışladım Səbinə. Mən sevmirəm ailəmlə işimi bir-birinə qatım. Bana əgər evdə mənim bacımdırsa, burada sizlər kimi tələbəmdir. Sözüm təkcə Səbinəyə yox, hamınıza aiddir. Eşitmədiyiniz, bilmədiyiniz bir şey haqqında rəy formalaşdırmayın. İçini bilin sonra. Ümid edirəm bundan sonra bu barədə heç bir problemimiz olmayacaq. Narahat olmayın müəllim. Mən də sizi əmin eləyirəm ki, bir də belə bir problem olmayacaq. Ümid eləyək. Usta, sən imdən star olmuşsan, sənin axın nə olacaq? Hə, sən onu kimə deyirsən? Yox, usta. Sən elədiyinlə, onun elədiyinin arasında heç bir fərq yoxdur. Get də buradan! Yerə! Deyirəm adamın bir dənə müəllim başçı qrup yoldaşı ola. Bütün imtahan suallarını gətirib elə də bizə. Özüm ölüm. O biz bir dənə köməli eləyim də, nə olar? Nüsrət, ucu çox danışdın ha. Yaxşı qələt elədim, hə? Qələtlər elədin. Acan? Murat? Nə oldu sənə? Qrupda uşaqlara Banu'nun bacım olduğunu etdim. Doğrudan? Yaxşı oldu. Mən də qorxurdum ki, birdən ağzımdan qaçırdaram. Amma elə bil nədənsə narahatsan. Deməyinə dedim də, amma bilmirəm necə olacaq. Murad, elə danışırsan ki, bacındır da. Geç tezi bilinəcəkdir. Ümid eləyə hər şey yaxşı olacaq. Sən varsansa hər şey yaxşı olacaq. Baxaq. Mənə dedilər ki, Elşadla evlənməlisən. Sadəcə dedilər. Başa düşmədilər.
Sən məni zorla alıb gətirdin bu evə. Ailə, ər, uşaq, bütün bunlar nədir mən bilmirdim. İndi də bilmədim. Niyə gətirdin məni bu evə? Niyə gətirməməliyəm ki? Sən məni sındırdın. Dedin dünyalarımız ayrıdır. Nə olmuşdu az mənim dünyama? Nə olduğunu hələ də başa düşmürsən? Mənim gördüyüm, gözüm açandan bildiyim odur ki, qız almaq lazımdır. Mən də atamla anamın sözünə inandım. Mən səni heç vaxt sevmədim, Elşad. Sevmirəm də. O sənin problemindir. Özün bilərsən, sevmədin. Amma sən dözsəydin, bəlkə bir-birimizi sevəcəkdik. Mən başqa niyə eləməliyəm? Ac qalmısan, paltarsız qalmısan, yoxsa küçədə qalmısan? Sənə yazığım gəlir. Xoşbəxtlik üçün bunlar lazım deyil. Bundan sonra mən ikimiz üçün də ən doğru olan eləyəcəm. Gedirəm, Elşad. Hər dəfə qayıtdım. Amma bu dəfə həmişəlik gedirəm. Gedirsən, get. Səni saxlayan deyiləm. Amma onu bil ki, mən atamla anamın sözünlə oturub durmaqdan başqa heç nə eləməmişəm. Yaxşı. Elə bir kimsə darıxmır. Bu əllər əlimdə olanda, bu gözlər mənə baxanda, bu sevgi qoyar mənə darıxmağa. Sən yanımda olduqca bu əllər, bu gözlər, bu sevgi qoymaz səni darıxmağa. Zakir müəllim! Qorxdun? Uşaqsan, biraz zarafat eləyərlər. Sən yanında həm. Bəs birdən Zakir müəllim ya da uşaqlardan biri bizi görsə nə edərdin? İnci, söhbət kimdənsə qorxmaqdan getmir. Mən sevgimi kiməsə görə yaşamıram. Sadəcə olaraq istəmirəm ki, universitetdə adım pisə çıxsın. Vaxtı zamanı gələndə düzgün formada yəqin ki, hamı biləcək. Yaxşı. Gəl, çatdıq. Gedək. Bax, bu mənim dostumdur. Maraqlıdır. Bu idi mənə göstərmək istədiyin, ha? Adı nədir? Adı? Adını deməsəm yaxşıdır. Niyyətli də. Burada nə var ki?
Adı Murik'dir. Murik? Maraqlıdır. Əslində Murad idi. Sən sevəndən sonra Murik oldu. Sən demə yuxularda gördüyüm ağatlı oğlan sən imişsən. Murik'i də çox sevirəm. Muradı da. Murik, deyəsən biz səninlə dalaşmalı olacaq, ha? Murik, deyəsən kimsə qısqanır. Murik, mən bu qızı... Mən bu qızı daha çox istəyirəm. Mən müəllimi daha çox sevirəm. Mən daha çox istəyirəm. Yox, mən. Murik, mənə inan ki, mən daha çox istəyirəm. Dedim ki, mən. Yaxşı ki, dava eləməyək, Murik də narahat eləməyək. Yəqin ki, Murik hər şeyi başa düşdü. Gelin görün, paltardan kalmadı. Gelin görün. Bülbülün çoraplarından, Seyidinin ayakkabısından. Gelin görün. Kızgaydın şalvarı. Ceyin eyni be, kal evde. Ha, Aydanın koftası. Eyni be Ceyin ərə get. Ne edirsən hə? Şeytanlar paltar satıram. Demədi pulumu qaytarım. Bunu da satıram, pulunuzu qaytarıram da. Alan olmasa paltarlarınızı qaytaracağım. Ha. Bu uşağın başı çatmır. Aa usta, deyəsən danışmağa tema yox da, ha? Sağ bir gün deyərsən ki, qız qayıtla üstə sevgilidir, ha? Nə? Sən görün. Ha! Necə, qız qayıt nə? Aruzda nəsə var, əzsün. Düzünü de! Valla başım qarabdır səni, öldürmə ola baxmaram, ala. Qız qayıt nədir? Bax, gör qız qayıt mənə qoyub sənə baxandır ki, özlə. Özlə. Axırıncı dəfə olsun ki, qız qayıtın adını çəkirsən. Ev eləməklə ki, ayağımın altını salıb səni xışlayaram, başa düşdün? Valla başım qarabdır, yer də al verməliyim, ala. Xışlayaram, gəlin görün. Aydanın koftası. Sürət, bu paltarları qaytarmağı başa düşdük. Bəs o restoranda yediklərimi necə qaytarasın? Mənim üçün problem deyil, iki bırçıdır. Bir dəqiqə onu da qaytaram. Gicin biri gic. Öldüm eyrənməkdə. Məma, başım beynimi aparmayayım, qoyun al verməliyim də. Kasımın uşağı, bu pulları nəyinə ödəyəcəm mən? Qoyun al verməliyim, sən mənim canım. Ya Nüsrət, kasıb variantları daha keçmir ha. Sonra? Canıva dərd elə. Nədir? Sonrası mən deyim də. Pulumu qaytar. İmkan ver, qoy al verməliyim də, sən mənim canım. Özlər burada dayanma, camağa qorxub gəlməyəcək. O firqa sənə nə deyirdi? Angela nə? Angela Davis. Angela Davis, geç yervə. Sən mənim canım, geç yervə. Heç yerə keçməm. Tez ol, indi pulumu qaytarsan, yoxsa bütün günü burada dur, baş beynimi oturacağım. Tez ol, Ay bax, qoy bu zibilləri satım da, satım verəcəm. Sən mənim canım, geç. Səni verəmə şükür. Gəlin görün. Gəlin, qız qaydın şalvarı. Allah'ım niye bu kız qaydın şalvarı? Gülşün mal da. Götürün geyinin də var. Götürün, geyin. Can görün, ay yox bu Səyidin. Can görün, bu nə hara bu? Aydanın koftası burada da. Aycan. Telefonu ver, biz özümüz satıb aramızda bölüşdürəcək pulları. Nə, hansı telefon nədir? Ha. Sənə görə borca xərcə girib aldığımız telefonu deyirik. Telefon? Hə, o telefon. O şey oldu, elə bir res gəlimdən düşürsün. Aa, düş bura. Düş bura. Yox da axı, şeydir. Gəl yox la, hə. Gedirsin çorabında. Şeydədir. Ne oradadır la, orada. Yox, bu, yan bir dəqiqə. İyi gəlir, çorabından iyi gəlir ona görə. Sənin çorabından iyi gəlir. Yox, sənin iyi gəlir, senin çorabından sənə iyi gəlir çorabından, ona görə şey eləmə. Sən boğulacaqsın. Ama indi... Çox şərəfsiz uşaqlarsın, sən mənim canım. Qurban, heç olmasa bir dənə o qalsın da məndən, olar. Bir dənə telefon qalsın da, olar. Tomik, sən buna tay görsən, sən mənim canım.
Yıxılana balta vurmarsan. Sən mənim canım. Nə? Bundan götür. Bax, bir dənə buna bax. Burada qəşəng aydanın koftası var. Düz 2 razmer əynibə balaca olacaq, amma atdan geyinəcəksən, sən məncə. Düz əynibə də, buna bax. Düz əynibə. Geyin, sən məncə. Allah. Sən öl. Nə pis gülürsən? Geyin də var. Nəyə gülürsün uşaqlar? Rüsvətdir də, niyə gülürsün? Niyə lağa qoyursun? Onun da balaca dünyası var özünə Nə görə. olur? Mənə də ana doğuldu, mənə krokatizat doğuldu, mənə ana. Rüsvət, narahat olma. Bundan sonra Rüstəm sənin yanındadır. Qaldı ki, uşaqlar, Qızqayıt mənim yanında söhbəti açıb eləməyin də, yandırmayın, yaxşı? Çünki sonra şey olar. Yox, yəni demək istəyirəm ki, yəni Qızqayıt mənimə şey eləməsin də, yəni. Xalar, mən uşaq zat verəməyim ki, bilmirəm sən mənim nəyə görə yandısan. Öz zibilləri örtmək üçün. Özdə mənə bax, Qızqayıt mənim bilsə ki, ya, məndən istifadə eləmirsən, Qızqayıt mən yaxınlığı. Sən o bax, bu özünü upload qoyacaq. Nə? Nə dedi? Demək siz mənə oyun oynamısınız? Yox, heç sən səhv başa düşdün. Utanmırsan Rüstəm? Yaxşı, bu uşaqdır, sənə nə gəlib? Mən uşağım, sən olur? Bundan sonra mənə yaxın durmursan. Başa düşdün? Bitdi hər şey. Sənin kimi fırıldaqçı ilə bundan sonra mənim heç bir işim yoxdur. Ayıp de, bu boyda düz olarsan. Gel görüm. Qanacaq var sən 5. Ha, gel görüm, Səydin ayaqqabısından. Bülbülün dolaplarından, gel görüm. Şəfa, mən gedirəm. Evdən Muğaya tez qayıdacağım, yaxşı? Yaxşı, bir narahat olma. Zalımın qızı çıx get də. Öldüm gözləməkdən. Al bunu, romantikanın təpənə dəysin. Bir dəqiqə deyən. Axı sən mənim bu cür qəbul eləmişdin. Sən deməmişəm gəlmə. Hansı üzlə gəlmisən? Səni sevən bu üzlə. Çıx get buradan. Mənim sənin kimisi ilə işim olmaz. Başa düşdün? Amma bu kaktus gülünün səndən işi var. Başın çatmır. Neynirəm bunu mən? Bu da mənim kimi tikanlıdır, rəngsizdir, mənasızdır. Heç bir işe yaramır. Yox, niyə ki? Yarayır. Bu insanları şuadan qoruyur. Mən də səni bunun kimi pis insanlardan qoruyacağım. Mənim dediyim deyəsən sənə çatmadı. Ay insan, mənim evli insanlarla işim olmaz, bildin? Çıx get buradan. Vallahi, mən heç vaxt onu sevməmişim. Yığışdır o zibili. Yaxşı da əsəbləşmə. Mən onsuz da onu sevmirəm. Özdə onunla mənim nikahım yoxdur. Yalan deyirəmsə avtobusumla bütün şəhərin radarlarına düşüm. And iç ki mənə görə ayrılmamısan. Elşad ölsün gözü çıxıb gedib. Vallahi mən onu sevmirəm. Sənin dərdindən dəli olmuşam. Səndən ayrılandan sonra əlim ayağıma dolaşır. Nə olar? Bağışla məni. Necə baxacam buna mən? Bax, bu kakos gülünə yaxşı baxsan, bilirsən nə gözəl güllər açır, qırmızı-qırmızı. Belə ol da, mənim sevgilim gülməlidir. Sənə gülmək yaraşır. Belə ol deyim, hə də. Barışdıq.
Barışdıq hə, barışdıq. İyrətdinə də onu. Başla, bu İyrənirəm saat. mən ondan. Bu saat. Kimdə axı bu gözümün qabağındakı görə bilmirəm. Solundakı Azərbaycan memarlığı kitabının içinə qoy. Kimsən sən? Çıx oradan. Kaş elə sevgimiz həyatda toqquşaydı. Heç vaxtı deyil Ülvi. Kaş vaxtını bilsəydim, onda yaxınlaşardım sənə. Yaxınlaşmasan yaxşıdır. Niyə? Başqa yaxınlaşan var? Xətrinə dəymək istəmirəm. Həddini aşma. Məni görüb həyəcanlandın. Nə olub? Ülvi. Ülvi? Maraqlıdır. Ülvi və kitabxana. Halal olsun. Əslində düz eləyirsiniz. İmtahanlar yaxınlaşır. Ona görə də kitabxanadan çıxmamalısınız. Oxuyun, oxuyun uşaqlar. Oxuyuruq müəllim. Oxuyuruq. Oxu Şaman, oxu. İntihara gedəcəksən Gülşən. Qaldın tək. Vəkil, dediyim kimi nə varsa öz adıma keçirmək istəyirəm. Amma siz əvvəlcə nəsə deyəcəkdinizsə, onu deyin də. Zeynal müəllimin sizin üçün hazırladığı 3-cü məktub vardı. Onu oxumaq istəyirdim. Yenə məktub? Miras mənə qalmayıb. Nə məktubu yenə?
İndi oxuyacağım. Hər şey sizə aydın olacaq. Qızım, bəlkə də fikirləşəcəksiniz ki, atam bizdən oyun oynayır. Amma vaxt gələcək, başa düşəcəksiniz ki, hər şey sizin yaxşılığınız üçündür. Şəfa, qızım, mən pulları 2 yerə bölə bilərdim. Amma fikirləşirəm ki, bu pullar sizi daha da ayıra bilər. Ona görə belə qərara gəldim. İnci ilə yaxşı yola get. Yalnız İncinin razılığı olsa, bu pullardan istifadə edə biləcəksən. Nə yaxşı ki, telefonlu birinci mən tapdım. Bax, indi mənim hər dediyimi bir-bir eləyəcəksən. Zəhləm getmişincə. O, yaxşı çağırdı Zey. Biraz dərdləşərik, mən də ürəyim partlayır neçə gündür. Onsuz da boş boğaz da yoxdur burada. Rahat ol. Hə, Tural, yaxşı yadıma düşdü. Səndən soruşmaq istəyirdim elə. O gün Pərvizlə Banu gedəndən sonra sən hara yoxa çıxdın? Allah, hara yoxa çıxacam. Mən özümü həyatda yoxa çıxartmaq istəyirəm, alınmır da, neyiniyim? İstəyirəm ki, Banu'ya hər şey deyim. Uca dözə bilmirəm valla. Açım deyim ki, mənə görə eləyirsə eləməsin. Kişi, demirsən oyun oynayır, düzdür. Bəlkə istəyir yaxınlaşıb nəsə deyəsən. Nə bilim, əlindən tutasın, deyəsən ki, qutar bu oyunu. Siz də düz deyirsiniz. Bəlkə elə bu dəqiqə tutma əlindən deyim ki, verəmə Banu. Hər şey budur. Hə, nə deyirsiniz? Gedim Səyid? Yox, dayan. Onların ikisi də səndən məzələnirlər. Nə məzələnmək, nə danışırsan sən? Deyirəm ki, qız məni görəndə oyun oynayır, gedir tutur bu şərəfsiz Pərvizin əlindən. Nə danışırsınız siz? Sənə demək istədiyim bax budur. Sən olmayanda da onlar elədilər. Onlar doğrudan da sevgilidirlər, Tural. Banu ilə Pərviz bir yerdədirlər. Bu qız sənin həyatından bir dəfəlik çıxdı.